Son günlər yağan intensiv yağışlar fonunda bəzi bölgələrimizdə yaşanan yol problemlərinə diqqət çəkdi. Bunlardan biri də Cəlilabad rayonudur. Bəli, Cəlilabad rayonunun bir sıra küçələrində yol problemi yenidən aktuallaşıb. Son illər bu istiqamətdə müəyyən işlər görülsə də, bəzi ərazilərdə asfalt örtüyü artıq yararsız vəziyyətə düşüb. Mövzu ilə bağlı əməkdaşlarımızın hazırladığı reportajı təqdim edirik. Gəlin birlikdə izləyək. Ölkə üzrə yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən layihələrə baxmayaraq, bəzi ərazilərdə bu işlərin davamlılığı özünü doğrultmur. Cəlilabad şəhərində də oxşar mənzərə müşahidə olunur. Şəhərin bir çox küçələrində vəziyyət hələ də ürəkaçan deyil. Zərifə Əliyeva və Heydər Əliyev prospektlərinin bəzi hissələrində, eləcə də Mehdi Hüseyin, Cavadxan, Şəhid Fərid Əhmədov və Ələkbər Musayev küçələrində asfalt örtüyü demək olar ki, sıradan çıxıb. Yollarda yaranan çala-çuxurlar, dalğavari deformasiyalar nəqliyyatın hərəkətini çətinləşdirir. Piyadalar üçünsə ciddi risk yaradır. Arxa yol çöküb, bu xəstəxananın düz qabağıdır. Bura mərkəzi küçələrdən biri sayılır. Pis gündədir, sürmək olmur. Bütün deməli qazancımız, zadımız ancaq bu yollarda bu maşınların bərpasına gedir. Aidiyyatı qurumlar yüzlərlə dəfə demiş o. Gəlirlər gözləri buradan keçirlər, gedirlər gündə, baxmırlar. Belə şey olar. Sakinlər bildirir ki, yollar vaxtaşırı qismən təmir olunsa da, bu işlər uzun müddətli effekt vermir və problem qısa müddət sonra yenidən ortaya çıxır. Mehdi Hüseyin küçəsi mərkəzi xəstəxanaya gedən yoldur. Buradan nə maşın hərəkət edə bilir, nə təcili yardım hərəkət edə bilir. Biz hələ oradan döndük, mərkəzi xəstəxanaya dönən yol Şəhid Ələkbər Musayev adına küçədir. Bərbad gündədir. Heç nə getməlidir, nə gəlməlidir. Maşınlar hamısı bərbad gündədir bu yollara. Xahiş edirəm, aidiyyatı qurumlardan buna bir nəzarət eləsinlər. Elə bütün Cəlilabadın sakinləri, hamısı icra hakimiyyəti işçiləri olmuşlar, hamısı gəlib keçir, istifadə edir bu yoldan. Nəyə görə bu qədər laqeydli idi bu yola? Düzdür, indi quraqlıqda tam bilmək olmaz. Bunu gəlib yağışda və yaxud da ki, qarlı vaxtlarda baxmaq lazım ki, burada olan çökəkliyin, yamanın dərinliyi çox dərindir. Sağda, solda səki də olmadığı üçün gediş-gəliş piyada yolu üçün çox nəqliyyat yolu bərbad vəziyyətə salır. Piyada yol getməsi mümkün deyil. Mütəxəssislərin fikrincə, yol örtüyünün tez sıradan çıxmasının əsas səbəblərindən biri yağış sularının düzgün kənarlaşdırılmamasıdır. Sözügedən küçələrə tərəfimizdən baxış keçirilmişdir. Bildiyimiz kimi mövsümlə əlaqədar olaraq intensiv yağan yağışlar küçələrdə müəyyən çökəkliklər və dağıntılar yaratmışdır. Həmin küçələr Cəlilabad şəhər bələdiyyəsinin balansında olduğu üçün tərəfimizdən şəhər bələdiyyəsinin iştirakı ilə həmin küçələrə baxış keçirilmişdir. Qeyd edim ki, həmin sözügedən küçələr növbəti aylarda 2026-cı il tarixində ekspertiza rəyi alındıqdan sonra həmin küçələrin asfaltlanması tərəfimizdən nəzərdə tutulmuşdur. Mövcud vəziyyət bir daha göstərir ki, yol tikintisi zamanı uzunmüddətli dayanıqlılıq əsas götürülməlidir. Əks halda çəkilən zəhmət və ayrılan vəsait hədər gedir. Sakinlər isə ümid edir ki, aidiyyatı qurumlar məsələni diqqətdə saxlayacaq və şəhərin problemli küçələrində əsaslı və keyfiyyətli təmir işləri aparılacaq.